Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün dekabr ayının 30-u, həftənin çərşənbə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqət çəkən bir yenilik qeydə alınıb. Belə ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin birinci müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib. Partiyadan verilən açıqlamaya görə bu təşəbbüs idarə etmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır. Yeni model partiya fəaliyyətinə dair məlumatların emalı, siyasi proseslərin analizi, kommunikasiya strategiyalarının hazırlanması və qərar vermə proseslərinə dəstək funksiyalarını icra edəcək. Vəhdət Partiyasının rəhbərliyi bu addımın siyasi idarə etmədə innovasiya mədəniyyətini gücləndirəcəyini və gələcəkdə digər qurumlar üçün də nümunə ola biləcəyini deyib.